etməyim, nə bilim 5000 adam deməkdir, nə bilim nə deməkdir. Görürsən? Gəl bu nə böyük adamsan, nəsən? Kimid nə? 50 nəfər canlı. Prim Sən kim əvvəlini tanıyırdı? 30 nəfərdən artıq adam olmayıb o. Patolog bir ildir, bir il ortaya çıxıb. O əvvəl var idi, PK oynayır, PK oynayır. Ömür Türkiyədə oturub PK oynayıb ondan qazanıb da, jetonla zadından. Günə 20 manat, 10 manat, onunla dolanır. Sən Sərxan kimsən? Nə özü dartsan, nə buradakı adamlar, bura qazilər yığışıb, sənə deyir ki, bura cəmaatın qazisini söyürsən, xeyriyyətçisini vətən xaini ayağının altında verirsən. Gəl bura çıx görək. Bəli, qardaş Barda olmaq. işləyib, axıran, şey olub da, sizə mənim başım, barda axıran işləyib, qızların zadı düz qoşan elən olub da, mən tanıyıram da onun keçmişini. Sərxan keçmişini mənə öyle edəcəksiniz. Qəşən tanıyıram onu. Bütün hər şeyini bildirəm. Burası mən demirəm. Adama deyərlər, mən gözlədim, niyə gəlmə? Mən gözləyirəm hələ. Gəlməyincə videolarında paylaşacağım. Onun TTK-sının kim olduğunu, hamısını bir-bir, hamısını bir-bir. Girin Xaqocan alt xət yazın, yavaş-yavaş başlamışam. Millət baxır. Face'də milyonlar baxır. YouTube'da milyonlar baxır. TikTok'da milyonlar baxır. Instagramda milyonlar baxır. Mənim üçün canlı adi bir şeydir. Prosto söhbəti canlıda edib deyə açmışam ki, qoy canlıda da gəlsin. Adamları çox mənim dalınca yanında. Deyir, mənim oraya getməyim primdir, deyir. 5000, 6000 adam demək. Nə, sən bura gəl, burada canlı 3000-dən yuxarı qalxmayacaq. 1500 indi və 2000. Birazdan da sən gələsən 1000 qalxacaq. Gəl burada çıx qaba. Necə sən özünü, sənə burada Xaqozan Doğuşan deyir, sənə ağzına gələn deyir. Cəmaət sənə burada ağzına gələn deyir. Sən bir dənə çıxıb özünü burada bəraət qazandıra bilmirsən. Pirson primi sənin haqqında bu söhbət gedir. Mən deyirəm ki, kloku başıma keçirdəcəm. Bura gəlmir ki, primdir. Sən busan da, Allah şahiddir busan. Deyirəm, kloku başıma keçirdəcəm. Sən deyirsən ki, nə demirdin klok daşıyan? O kloku başıma keçirdirəm. Ay, heç bax, Xaqozanı da qoyur. Xaqozanı da qoyur. Gəl bu kişidən sərvanlar. Burada qazilər var, qeyrətli oğullar var. Canlı məni tanıyanlar var. Qohumum var burada. Canlını aç, sən də aç. Gəl Azərbaycana, oturaq bir dənə yerdə üz-üzə gələk. Kloku keçirtməzəm, de ki, Xaqo keçirtmədim. Maksimum canımız geçir. Yenə keçirdəcəm, qaqaş. Canlıda PK-dadır. Günlərimi, hədəri, intəkdən fayda yazıqlar ki, canlıda qızla PK-dadır. Xalqımın, Rəbbimin düşməni mənim də düşmənimdir. Mən onu ta ki, buradan gəlib, haqqını halal ilə Xaqo, qələt eləmişik. Deməyincə mən ondan əl çəkməyəcəm. Qabon mən deyirəm. Qoymayacam onu, ev tikirə 200 minə, 100 min ondur, 100 min ev adamınındır. O evi qoymayacam tiksin. Bax bunu deyirəm. Xaqo o oğlandı. Mən bir mahkələrim yox deyil. Mənə pul maraqlı deyil. Vatan o olacaq. Məni sevən bütün kütləmə, məni izləyən bütün qardaşlara, bacılara, qeyrətli analara, ona pul atan dəstəkçilərə səslənəcəm. 1 manat onun canlısına o evə pul atsalar, bilin ki, nə bilim, bax o qazilərin haqqı sizə haram olsun. O insanların, kasıbların haqqı sizə haram olsun. O yetimlərin, uşaqların haqqı sizə haram olsun. Bu xalqın, millətin haqqı sizə haram olsun. 1 manat ona çıxmaq. Bax, mən bu sözü burada deyirəm, bu boyda kimin içində. Xaqo o oğlandı ki, bax, gəlsin o sərvandan üzü istəsin. Xaqo qalib deyəcək ki, salafan daşıyanam, Allah köməyin olsun, mən haqqımı al eləmişəm. Amma gəl o oğlandan üzür istə. Bilirəm. Anda o Allah edirəm, balanı deyərəm. Məndə o ürək var, bilirlər ki, bəlkə də onu da deyərəm. O gəlsin burada üzür istəsin, Xaqonun deyəsi adamdır. Bağışlamaq Allaha məxsusdur, biz kimi ki. Çox təkəbbürlü adamdır. Ay mən ora gələm. Sən kimsən? Buradakı bu yazan insanların ayağını tozsan, özünü qarşılayın. Özü Aksan xan buyur. Xaqocan qardaş. Mən biraz öncə qoşulmuşdum. Mən yenə deyirəm, burada mən kiməsə tərif demirəm və yalandan danışmıram. Fakt sizin də gəlişinizi görmüşük. Öz qeyrətinizlə, öz vicdanınızla, özü tək gəlməmisiniz. Mən bütün ölkə görüb də, hamının evində. Bəli, 80% evində olmuşum. Qoy eybi yoxdur, qoy sizə elə desinlər. Amma sizdən ən azından biz qeyrətsiz və şərəfsiz hərəkət görməmişik. Amma Sərxanın mənə yazdıqları sübut olaraq sizə göndərəcəm. Ay bacı, spama düşür, elə şeylə danışmayın. Yox, yəni deyirəm sizə göndərəcəm. Burada bayaqdan mənə yazırlar. Aç başqa cür deyən. Pis söz, elə sözlərlə demə. Bloka salırsan. Yox, yəni pis sözlərlə demirəm. Mən heç pis danışan da deyiləm. Mən sadəcə deməyim odur ki, Patxod eləyib, cavan oğlandır, eləyib, onun ağlı ora qədərdir. İndi onun başa düşdük. Patxod eləyib, onun aldadır. Anladır, o anladır. Biz onu da bilirik anladır. Sərxanın düz olduğunu, bir dənə Azərbaycanda oğlan gəlsin ki, Sərxan düzdür, mən ondan görürüm. Murad Sahidə onun adamıdır da, o göndərir.
Murad sadə qoşuldu, dedi Sarxana Klok başqa keçir sözü denən, dedi bir də keçirdəcəm Murad. Gəl görüşək səninlə üz-üzə sən mənim yerimə çay içək də o Sarxanın yerinə. Hə Muradı mənə tanıtmayın da, Murad Qazini misafirdən salan adamdır. Gəldi, gəlmədi ki. Çıxdı dedi sağollaşıram, getdi. Mən də onların qalxında canlısına Xaqocan qardaş dedim ki, düzsüzsə gəlin məndən üzbəüz danışın. Mən qadınlığımla qorxmadım, çəkinmədim. Çünki əlimdə sübutlar var. Burada mənə niyə qalxdım efirə? Bayaqdandan mənə yazılar sübut. Mən sizə şəxsidə yazacağam. Öz gözlərinizin yanı şahidi olasınız ki, amma mən iki evladımla mən sizdən bir zərrə qədər pislik görməmişik. Və kim ki sizə deyir, o çox böyük haqsızlıq edir. Elə onun elə özüdür. O pisliklər özündədir. Atarsız Xaqoya, Xaqo onu işıqlandırar. Siz atarsız Xaqoya. Atarsan mənə, mən göstərərəm. Salam aleyküm. Mən onu istəyirəm. Mənim fikrim odur ki, mən sizə göndərim. Mən Telegramda, mən 30 minlik Telegramda səhifə var, orada heç nə bloka getmir. Qəşən görürəm. İşıqlandır Xaqo. Çox sağ olun Xaqocan qardaş. Allah sizdən razı olsun. At mənə bacı, at. Salam aleyküm. Axşamınız xeyir olsun. Salam aleyküm. Bu xeyirlər mən Aleyküm salam, aleyküm salam. Necəsiz qardaş? Nətərsiz inşallah. Salam aleyküm. Bir saniyə Xaqo. Xaqo bir saniyə. Hər birinizdən üzr istəyirəm, xahiş edirəm. Bayaqdan Xaqoya da zəng edirəm. Qardaş, bir dənə xahiş edirəm də. Bayaqdan burada bir dənə danışıram, mən çıxacam əzizim. Xahiş edirəm hər birinizdən. Buyur. Xaqo, səni mən 3-4 il olar tanıyıram mənim qardaşım. Şükür Allah, mən səni reklam üçün, ya Allah üçün. Yəni sırf hələ mən də xeyriyyəçiliyə gələndə səndən öyüd nəsihət almışam mənim əzizim. Allah kimi. Ki hansısa ailənin evinə gedəndə tərk etmə, nə isə problemlər yaşanarsan, o sözləri sən oğlan demisən mənə. Yəni mən sizin sayənizlə mən şükür Allah xalq, cəmiyyət gücüm çatdığı qədər tanıyıbdı məni. Bax, sənin bir dənə söz deyirəm, qardaşım, burada hamı məni təsdiqləyər. Biz Azərbaycan Respublikasının vətəndaşıyıq, düzdür? Ay qaraçısı da var, talışı da var, ləzgisi də var. O canlı yayıma bir qaraçı xanım qoşulubdur. Bax, 3 evladı var, acınacaqlı vəziyyətdə kasıb ailədir. Aşağıdan da yazırlar ki, bu qaraçıdır. Vəsiqədə qaraçı söz yazılır əziz dostlar. Ən azından Azərbaycan xalqının vətəndaşıyıq. Nə olsun ki qaraçı olanda, Allah rızası üçün dəstək olanda nə olur ki? Üzr istəyirəm sözümə görə. Mən oğlan, üzr istəyirəm. Mən oğlan. Qaraçı dediyiniz bir ailə. Ora qoşuldu. Dedilər ki, şeyi göstər, qazı göstər. Göstərdi, görür ki, qaz yanmır, saldılar aşağıya. Həmən ailəyə mən getdim, həqiqətən də həmən ailənin atası da, qardaşı da psixi xəstədir, xanım özü onkoloji xəstədir və bir damxanın altında yaşayırlar. Rabbim şahiddir ki, mən reklam üçün Allah üçün ondan bütün problemlərini həll elədim. Yəni sözümün cavabıdır ki, yəni budur da, yəni söhbət budur. Sənin evin, şəxsi evin, qardaş sənin şəxsi evin var? Sən yaxşı. Əlhəmdülillah qardaşım, əlhəmdülillah, bəli. Qardaşlardan kimin evi yoxdursa, denən Xaqocan ev tikəcək, amma 50-50-yə ev tikəcəm. Sərxan kimi ev tikəcək. Bir də sizdən xahiş edirəm, bayaqki qazi qardaş buradadır. Mən yazıq, neyiniyim qardaş? 6 ildir gecə gündüz yardım edirəm, klok daşıyıram, adıma klok daşıyan qoydular, belim qırıca tutub. Mən də başlayacağım, ev qoyacağım, qardaş, atın 50-50-yə, 100 min evdir, 100 min də mənim. Mən də qardaşım, nə olar ki? Gör nə deyirəm, həm kimin evi yoxdur, gəlsin, ev tikə. qardaşım, qaziyə özüm də şəhid ailəsi. Bir saniyə üzr istəyirəm səndən. Mən üçün tikdə evi. Eşidirsiniz Abi, mi? abora gəlin, ev tikək. Gəlin, mən də tikək. Abora gəlmə yarısı mənim də, Bir sualım var da. Olar mı? Yarısı mənimdir. Yarısı lazımsan. Ruziko bir söz sual verin. Eldəniz buyur. Eldəniz Buyur buyur. Ruziko aşağıdan yazıbsan ki Abijni qoş görüm. Abijni kimdir burada? Mən əzizim. Ha sən yazıbsan aşağıda. Hə, nə yapıcın abi, Elə qardaşım. yazıbsan da screen eləmişəm ay kişi. Abi yazmaq istəmişəm, ola bilsin elə gəlib qardaşım. Ola bilər abi yazmışam, elə gəlibdi, haqq halal Başqa eləyim. şeydir, Abijni başqa şeydir. Sən yazıbsan Bildim aşağıda. qardaşım, ola bilər, haqq halal eləyim. Mən o sözü əgər deyərəmsə, Xaqo məni şəxsidən tanıyır qardaş. Eldəniz Onun onu sözü həyatı boyu bilərəkdən Sən o yazmaram. sözü yazıbsan axı ora. Sakit dur görüm. Eldəniz o sözü mənə WhatsApp-dan at. Ay, ola bilər, mənə bax Eldəniz. Eldəniz, mənə görüm WhatsApp. Ola bilər, yazı səhv də gedir. Abi ilə Abijni başqa şeydir kişi. Ha, yaddaşda qalır, ola bilər. Eldəniz eşidirsən məni.
Əsas indi çıxsın O dedi. yazıyı WhatsApp-la mənə göndər qardaş, Ha, lazım. bu qardaş belə pısması çıxıb burada o Ay, sözü ay, desə, ay, burada başqa cür danışar. Heç o sözü qoşulan ki, başqa cür deyər o sözü, başqa cür. Yazı fakt oradadır da qardaş. Rızık Qardaş, var. sən bağlı qardaş. Sən də qardaş deyilsən. Yo, öpürəm, varam. Ha, yox, elə yazmayıb, indi düşüb. O görə cəmaatı qoşaq. Biz hamını qoşmalıyıq, hamının sözü olsun. Gəlsin, bəlkə biri deyəcək, mən Sərxanı gətirirəm, qulağından tutub sənin yanına. Nə ola bilər? O qədər qoxumuz adı çıxa bilər burada. Buyur, yetim. Yetim. Yetim əqi yetimdir. Sağ ol, yetim. Bu platformada Varavsko söhbəti yoxdur. Nə var? Onu yazmaq. Şey vurub bura güya bu şeydir, cəmaatı uşaqlarını gizli şeylərə çəkir. Sən Allah. Ay Xaqocan. Həsən Hüseyn, salam aleyküm. Selamünaleyküm kardeş, akşamın xeyir olsun. Buyur. Güzel insanlar, 2000 nəfər burada adam var. Andola Allaha, yəni Xaqocanla asılacağım yoxdur, o bir şeyim yoxdur. Yəni bəziləri deyirsiniz, Xaqocan bunu mənə elib onu. Xaqocan həqiqətən xalqın qeyrətli namusu oğludur. Mən bir hərbiçi olaraq, bir veteran qazi olaraq, Xaqocan mənim hər dəvə, hər zəngdə mənim yanımda xəstə balalarım var mənim. 4 balamın 3'ü xəstədir, yəni Allah kömək olsun. Yəni Xaqocan özü də qardaş bilir. Yəni mənim bu balalarım xəstəliyi onunla əlaqədar. Zahir Baxşəliyə pul yığmışdı ATV kanalında. İlk dəfə, yəni ki, Xaqocan əgər belə insan olsaydı, Xaqocan ilk dəfə mənim qapımdan girən insanlardan biri Xaqocan olub. Bəziləri yazır ki, nə bilim, Xaqocan kuluk götürür, aparır. Həsən kişi, bizə dəqiqə dayan. Dayan Həsən kişi. Rusko işləyirsən məni, buradasan han o Rusko? Mən WhatsApp-dan baxdım ona Eldəniz, gəldi baxdım. Rusko buradasansa cavab ver tez. Abijin qoş yazıbsan Azərbaycan dilində. Abijin O qoş. yazıyı, hə, yəni o nə deməkdir? Onu kimə ünvanlayırsan? Xaqocana və yaxud da Abijin mi kimə? yazıbdı yoxsa? Abijin mi Abijin yazdı? qoş nə deməkdir? Sən də elə deyirsən. Kimsən? Danışan kimdir? Sərdar, Sərdar. Hadi canın sağ olsun. Abijin qoş nə deməkdir? De Ruska gəldi. Ruska nə olub, nə məsələdir? Xaqanı bizə də gəlsən. Sən sakit. Rusko eşidirsən mən aqa. Eşidirəm Ayqa. Allah köməyin Eşidirəm. olsun. Nəsə pis, kim nəsə pislik görürsən burada. Həmən pisliyi görsəm bura qoşularam mı heç? Və abijini qoş yazıbsan. Bax da mən istəyirəm yekə Aqa, ekrana qoy. bax. oxusunlar. Qulağa az Yəqin səhv görmədiyirəm. yazıbdı. Eşitsən mənim əzizim. Buyur. Mənə tanımırsan, nə də mən səni tanımıram. Tək bizim inandığımız Allahdır. Rabbim şahiddir ki, səhvlikdən gedib. Də ki, Xaqo məni belə bir sıxmasın. Yəni indi bu saat Tamam, onda tanımır. səhvliklə gedibsə, qardaş, həqiqətən yoldaş. Səhvliklə gedibsə, Ay mən burada eşsən, qulaq as gör nə deyirəm. Məndə baş yoxdur. Mən deyirəm ki, lazım olsa, kimə lazım olsa sözü üzünə deyən oğlanam. Mən dalda Əgər səhvliklə gedibsə, nə etmək lazımdır? Mədəniyyətə mən də görə deyirəm ki, üzr qardaş, istəmək haqqı lazımdır. valal el. Bayaq eşitdin, yəni haqqı valal elə səhvlikdən gəlir. Açıqlama verdi, yazdığım səhv cümləyə görə hər kəsdən üzr Qardaş, istəyirəm. sən kimsən ki? Mən onun bayaq demişəm. Sən kimsən ki məndən belə danışsan? Sən kimsən o yazıyı buraya yazıysan? Sən kimsən ki o yazıyı belə yazıysan? Səhv olub, mən indi. Ay şey, Samir, hala ne deyir? Deyir haqlı. Samir, səhv Allah olub. elə oldu. Deyir ki, qalxır buradan balası kimi. Qardaş, səhv cümlə yazdım, hamınızdan üzr istəyirəm. Su qutardı getdi. Dedi də bəlkə onu dedi Hadi və Samir. haqlı. Mən WhatsApp-da Eldənizin göndərinə baxıyordum. Yəni dedi qaqa, dedi. Adam üstündə Allah. Kişinin də haqqına Yox, girmək olmaz. dedi, onu uzatmaq lazımdır. Dedisə, tamam, mən deyirəm, arxa planda WhatsApp-a baxın. Söz gedir, neysə. Mən kişi vaxtı tamam. Ha, dur burada indi bir-birimizlə Şaka, şaka buyur, şaka. Salam Bizim əsas istədiyimiz odur ki, gəlsin Sərvandan, Xaqodan üzr istədir. Çox qarıcı. Gəlsin bu yayıma gəlsin. Sərvan, buradasan. Narahat olma, axıra kimi gedəcəm. Məsələn, onun səndən özümdən üzr istətməm, şəhər çəkməyəcəm. Bir daha Ona Allah şahiddir. Dadibo gedəcəm, ona 1 manat o evə pul yığır, yarı cibinə yığır. Qoymayacam onu yığsın. Ya Allah, bir daha hər birinizi salamlayıram. Xaqo necəsən buratam? Sağ ol, var ol qardaş. Allah sənə can sağlığı versin, Allah sənə ömrü versin, Allah sənə daha da
gözəl bir sağlamlıq versinə, dur ki, elə bu millətin qulluğunda sən bizim fəxrimizsən. Sən hər zaman izləyirik və dəstəyirik. Şolar da ekran bəyəni, maksimum ekran bəyəni. Hamıda olanları da salamlayıram. Mən əslində Türkiyədə mən Sərxanı belə yəni tanıyıram. Türkiyədə şirinlərdə yəni gəlib gedirdi. Elə yəni hər kəsin yəni səhv olur. Xaqo, sən özün qabiliyyətli qaqasan, mərifətli oğlansan, bunu çox gözəl bilirik. Yəni nə bilim qardaş, səhvi var, söz yox, səhv. Yəni insansındır, səhvi var. O səhvdən də gəlib burada ən azından yəni üzr istəməlidir. Üzr istəmirəm. Üzr istəməsin. Desin haqqınızı haliləyin, haqqınıza girmiş. O deməlidir. Birbaşa sazzatinli insan onu deməlidir. Əgər demirsə birbaşa şey eləmir də cəbi, bomba olan. Gəlsin desin ki, haqqınızı haliləyin. Bomba olan ola bilməz o. Mən o çox gözəl bir şəkildə tanıyıram. Onu çox gözəl tanıyıram. Bayaq deyib ki, canlıda mən ora niyə gedim? Mən getsəm mənim kütləm 2 Birim nə yığılacaq, mənim primim olanda Sərxan, mən Sərxanı atan adamam. 5 il əvvəl Sərxanı belə blok eləyib, davay rədd ol demişəm ona. Çünki Vətən xanı tərəfini tutmuşdu. 10.000 adam var idi məndə, Sərxan primə görə qoşulmuşdu. Nə olsun, mən canlı açmıram da qardaşlar. Mən canlı açsam Allah şahid qaldırıb nömrə 1 eləyərəm. Özünüz bilirsiniz. O güc var məndə. Mən eləmirəm. Ümumiyyətlə, yəni mən yəni hamıya yardım eləyərəm burada canlıda. Hamıya, bir-bir, hamıya. Allah şahid, istəyirsiniz eləyin. Burası mən o şeyə girməmişəm də, mənim vaxtım olmurdu. Sən qulluq hər zaman dəstəyirik. Sən yaxşılığından qalmaqla qaqaşım. Bir aydır canlılaşım, bir ay. Hoş oldun Əruy, var olasın. Bir daha da o yəni üzr istəməlidir. İnşallah yəqin ki indi mən də çıxaram deyə o anlıqla ki o gəlsin. Səndən əlaqəsi varsa, hərdən əlaqəsi yox denən ki, iki dənə böyük səhv eləmişsən. Birinci, Vətən xainini Ali Rəhimov kimdir ki, şəhidini, millətini, dövlətini, xalqını, körpəsini söyən bir adam qoşmusan, hamının ailəsini söyən. Onunla bir yerdə qoşulub Xaqozana klok daşıyan demişsən, ələ salmışsan. İkincisi də ki, Sarvan, qazimizin sübutlar var da, gözünə, üzünə, nələr söymüsən. Hələ o bir 50 dənə tema çıxıb ortaya, onları demirəm. Hələ qadınlar çıxıb nə qədər burada. Bilirəm. Qadınlar hələ qoydu qavadı. Cavandır da, mən onu başa düşürəm, cavan oğlandır. Mən xahiş edirəm, sözümü kəsin. Qazimizə elədiyindən gəlsin, bizdən halallıq alsın. Almaca, mən axıra kimi gedib bütün sosial şəbəkədə ictimailəşdirib, mən onu boykot eləyəcəm. Boykot bilirsiniz də nədir? Axırda onu cansın zamanlarınız. Aydın. Haqlısan, düppədüz və mən sənin fikrinlə şəxsən bir insan kimi, bir oğlan kimi razıyam. Bəli, başa dönərəm, Allah səvar eləsin. İnşallah mən onunla bir də çıxacam seviyəcəm mütləq. Denən ki, ay bədbəxt, həyatının ən böyük səhvini Xaqozana ilişmə eləsin. Gəl. Halallığa söhbət bağlı, get ev bitiş də 100.000 sənədir, 100.000 də o adamın. Get ev bitiş də qardaş. Pulu qazandır. Sən lazımdır Xaqozana ilişdin, zibili çıxdı. Səni qoymayacaq, 2 qəpik eləyəcək. Düz bırakım. Ay Xaqozan, bir söz deyim. Baloğlan qardaşımız var, Xocaliski deyir. Bax, adı Baloğlanı yardım eləyir, yayın açır. Allah şahiddir. O insan bu söhbətdən sonra mən yazdı şəxsimə ki, qardaşım ölməmişəm də, kim nə deyir desin, yanındayam sənin. Sağ olsun Baloğlan. Baloğlana indi protifik edirlər ki, Baloğlan, sən niyə gedib ona dəstək olursan? Niyə onun yayınındasan? Allah hamd olsun. Ay Sarvan, elə bilərlər mən bu gün sənin Sərxan mənə o vətən xain Ali Rəhimovu qoşub, mənim dalımıza klok daşıyan deyib deyə mən sənin temanla vururam ha onu. Yadıma gəlir, sən o videonu paylaşanda kim təkrar yox, geçən o paylaşanda bu söhbət yox idi. Söhbət yox idi. Mən təkrar paylaşdım ki, qoy yazığın haqqı itirilməsin. Əziblər yazır. Söhbət yox idi. Eləmişəm Sarvan. Yəqin səndə göstərdi, təkrar paylaşdım. Böyük səhifə mən paylaşdım, sənin videon getdi kəşfətə. Böyük kəşfətə. Elədir. Yox, qardaş, burada qazilik məsələsini qoyuram. Mən qazi deyiləm, Azərbaycan vətəndaşıyam. 50 il yarımcan şəxs adamam. Başa düşdür? Gətirsinlər, haqq qoysunlar ki, mənim qabağıma, sənin gözünü söymüşəm, mənim üzümü söydüyünə görə, var yoxumu söymüşəm, mənim var yoxuma dil uzatdığına görə. Gətirsinlər, qoysunlar da, qardaş. Mən də bunu deyim. Mənim səhvim varsa, mən də üzrxahlıq eləyəcəm. Bildi, qazi deyil də, bildi, altdan yazmıyor. Qazi döysə deməli, ağzın üzün burnunu söyməlidir camalı. Bir də onu bildi. Aborigin var, bu dəqiq, ən ağır qazidir. 2 vətən müharibəsi içində də olub. Hələ başqa çox yerdə olub. Ən ağır qazidir.
tanıyanlar bilir. Danışırlar da, qaqa, danışırlar da. Nə olsun? Aborigen də deyir ki, bax, hanı Sərdar da qazidir, deyə bax bu. Buradayım, buradayım. Onlar da bütün qazilər də deyir ki, gəlsin. Səhifəmizə Əlil kimi yaxşı. Əlil kimi halallıq alsın. O söyüşlərə görə. Girin Xaqocan alt xətt yazın, 850K-lıq səhifəm var. Orada paylaşmışam. Adam var deyir ki, mən görmək Başa düşdü də. Bəlkə əsəbi olub, bəlkə nədir? İnsandır da yazıqdır. Olmaz axı onsuz da itirdiyini itirib. O bundan sonra Qardaş, nə? mənim ən ağır yerimdən niyə vurursan? Mənim bir gözüm yoxdur da. İmenli mənim olmayan gözümü niyə söylürsən? Deməli ki, sən bilirsən də Bir mənim gözüm yaralı var. yerim haradır. Mənim yaralı yerimdən vurursan sən məni. Yəni. Mən Allah haqqı mən özümə gələ bilməmişəm. Ey and olsun Allaha. Gərək başınıza gəlsin ki, mənim acımı yaşayasınız. Acımı Bu biləsiniz. günlərim, Sərvan, bu günləri qoşulmuşam, Ha, Sumaya. müsafirə yardım istəyirəm. Korsan Onun özünsən. canlısında söyüş Mən biraz söylədim, danışma müsafirə. fikir verdim. Pis yazanı moderatorlar, pis yazanı bir bloklayın. Biri qalmasın. Bu Nə günləri qədər axmaq müsafirə bunlar qoşulmuşam, adamlar, yardım ha. istəyirəm, Sərvan. Aşağıdan qazilərə söylər, o yazını görür, cavab vermir. And o Allaha orada nə 100 manat, nə 200 manat pul yığ, 6 manat pul yığıldı, naxali saldı aşağı. Axı gördü ki, dillənnəm ki, orada söylə, Sərxan qardaş. Utanmam. Qazilər də yazdı ki, görmür, o şərəfsizləri görmürsünüz orada söylə qaziyə. Bax, kişi sözündə deyər. Qadın qoşur, 6 manat yığılır, asalır, amma günlərlə günorta səhər axşam o 50-50 ev yığır, ona yığır, nə bilim böyük əməliyyatlara yığır. Hamısı Bax, görür. bir söz deyim Xaqozan, xahiş edirəm, üzrlü Görürəm, sözünüzü görürəm. kəsirəm sizə. Bax, mən dambaram, kişi düzünü deyər. Mən 2 dəfə yayına qalxmışam, dəstək olubdum ha. Amma mən heç vaxt qoymaram ki, kasıb oğlanam mən. Mənim kimsə şərəfimi, ləyaqətimi alsasın ha mənim. Yol Əlbəttə. vermərəm buna mən. Vallahi Qaqa, yol mən vermərəm. Sərvan, mən bayaqlarında dedim, bu müsafirə qalxanda da dedim. Bax, Sərxan da kömək edib mənim evimin düzəlməsinə. Qaqa deyir. Sərxan eləməyib, abi. Sərxan qoşub cəmaət xalqımız eləyir. Adı yəni Qardaş, cəmaət sizə fərq xalq eləmir. dəstəyi yəni. olub, xalq. Bizim İndi mən- millətimiz dəstək Məsələn, olur. o gün sənin qoşduğunda Qazi Sərdar. İndi mən deyim, Ay mən yaşa. elədim. Mən deyə bilərəm, mən elədim. Qardaş, mən eləməmişəm, cəmaət. Sənin səbəbin oldu da qaqa. Ən Amma çox biri var, mən 6 ildir yardımları özüm gedirəm, qardaş. Mənim vergilərim var, qazancım var, öz pulum var. Adam o təsir edir ki, mənə klok daşıyan deyir. Haqqımı Bax, itirirəm. belə pısmasın. Əli Rəhimov sağ olsun, o da elədi. Ondan sonra Sərxan da elədi, sən də elədin. Mən burada kimsə haqqını danmıram. Danası da deyil, danası da oğlan deyil. Sadəcə olaraq bu günlərin misafirə qoşulub, o canlı sahibi sənsən, sən orada Nə dedin dinlənməlisən Sərxan ki, Rəfai? sən orada dinlənməlisən ki, bizim qazimizdir. Bu dəqiqə Burada 2000 adam artıq var. Kimi həqiqətən qoşsam bura, bir yazmır. dəqiqə qoysam, kartına pul yığılacaq. Ona mən deyim ki, mən elədim, mən elədim. Bax, xalq Qardaş, edir. nə dedin ki Sərxana? Sərxana Sərxana dedim nə ki, dedi? canlıya Aha. sən belə bir söz işlətmisən.